ehtimalla bir də heç vaxt almayacağım 5 makyaj məhsulu. Birincisi zərli gloss. Mən dodaqda sadəliyə daha çox önəm verirəm. Ona görə gedib zərli bir gloss almaram. Bəlkə də indi deyəcəksiniz ki, bəs niyə səndə bu var? Bu mənə hədiyyə gəlmişdi. Mən almamışam yəni. İkincisi nə? Toz allıqdır. Bunu zaten almanıza ehtiyac yoxdur. Siz bunu alsanız 5 il sizə aparar bu. 2025-in yanvar ayında istifadə eləməyə başladım. Hələ də istifadə edirəm və bitməyib. Düz burası biraz bitib, amma var da yəni hələ də içində. Üzümdəki allıq da budur. Daha sonra stick concealer. 2023-də əslində istifadə eləyirdim, amma hal-hazırda düşünürəm ki, çox qurudur. Hələ göz altınıza falan istifadə edirsinizsə, çox yəni məncə qurudur. Üzünüzü nə qədər nəmləndirsəz də quru qalır məncə. Ona görə bir də almaram yəqin ki. Ya bu da hədiyyə gəlmişdi, mən almamışam. Böyük ehtimalla bir də heç vaxt almayacağım məhsullar arasında ilk yerlərdədir. Mat gloss 1 ildən çoxdur ki, almışam, istifadə belə eləmirəm. Bir neçə dəfə video üçün istifadə etmişəm, o qədər atmışam, kənarda qalıb. Bunu bir daha almayacağım. Son olaraq tün rəngli dodaq qələmləri. Bir ara düşünürdüm ki, mənə çox yaraşır və hər görəndə alırdım, amma hal-hazırda elə düşünmürəm və istifadə də eləmirəm. Bir daha heç vaxt almayacağım makyaj məhsullarım bu qədər idi. Bye bye.